Bugün Bakının Ardaran qəsəbəsində 2020-ci il 2-ci Qarabağ döyüşləri zamanı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Hüseyn Xəlilovun ildönümü ilə əlaqədar onun ata ocağında şərninə tədbir keçirilir. Biz sizlərə həmin tədbirdən olan görüntüləri təqdim edirik. Sən o məqama layiqsənsə Allah bəxş edir sənə. Layiq olasan Allah təbarəkələ onu bəxş edir sənə. Məlum məsələdir ki, Əhl-i Beyt əleyhissalatu vesselamın daha ali şəxsiyyətləri yoxdur aləmdə və şəhadət də onlara verilməlidir. Bu bir tərəfi, digər tərəfi də budur ki, şəhadətin kamilliyi üçün, şəhadət mərtəbəsinin kamilliyi üçün şərt şəhid kimi həyat sürməkdir. Şəhid kimi yaşamaqdır. Nə tənha insan fəqət ölüm anında şəhid olsun. Allahın istədiyi budur ki, insan həyatında da şəhid kimi yaşasın. Şəhid kimi yaşasın insan. Belə deyil ki, insan necə istədi yaşadı, yalnız ölüm anında bu cür öldü şəhid. Şəhadəti kamildir, yox. Mümkündür, naqisdir şəhadəti. Pəs bu yaşayış tərzində biz hardan öyrənməliyik? Bu yaşayış tərzini şəhid kimi yaşamağı, yəni şəhid necə yaşayar? Necə ki, İmam Hüseyn əleyhissalatu vesselam sual verdilər İmam Hüseyn əleyhissalama ki, ağa, yalnız məərəkədə, yəni döyüş meydanında öldürülənlər şəhiddir. Yalnız döyüş meydanında ölsə insan şəhid sualıdır, yoxsa şəhadət üçün başqa bir yerdə var, başqa bir məqamda var. Ağa buyurdu, yox, o cürdür. Əgər o cür olsaydı, nə az şəhid var. İmam buyurdu, bir insan biz Əhl-i Beyt əleyhissalatu vesselamın vilayətində ola, biz Əhl-i Beyt əleyhissalatu vesselamın məhəbbəti yola, bunu hifz eləyə, qoruyub saxlaya, yatağında da olsa şəhiddir. Yatağında da olsa da şəhiddir. İmam Hüseyn əleyhissalamın sözüdür. Çünki Əhl-i Beyt əleyhissalatu vesselamın vilayətindən müdafiə eləmək, onların məhəbbətin, onların həddin hifz edib saxlamaq. Əleyhissalam. Əleyhissalam. Aləmdə ən böyük şəhadətdir. Şəhadətin şərti var. Yəni bu ayet Allahi musamman biyadi ve bizemra ve betulin ve bi ummi ve rededha ve bi siddeyhi ve şibleyi human azli zeki ve bi sedzadi ve bil bagir ve sevgiler şerefin gayret etmektedir ifade şehid. Şana bak, izzete bak, kandala gayrete bak. Hem bu dünyada şehid, hem de o dünyada şehid. Mənəviyyatı uca, rütbəsi ali, əbədi, torpaq üstündə düşüb, qalsa da səhrada şəhid. Çatdığı zirvədə daim qalacaq hörmət ilə, yazdı Allah adını, rütbə-i əlada şəhid. Hak hesab vaxtı qiyamət, elə dəhşətli olar. Səsləsəm, dadə çağırsam, gələrim dadə şəhid. Qələmin yazdığı hər söz, şəhid haqqındaydı. Yazmıram öz adımı,
yazmışam imzada şehit Xudaya. Şehit Hüseyin kardeşimizin, şehit Halid kardeşimizin, Zəmiyan vətən şehitlerimizin ruhlarını şad elə. Onları bizlere duası, xüsusən ahirette şəfaatçi qərar ver. Xudaya, İslamımızın, vətənimizin keşinde yanan kardeşlerimiz, əsgərlərimizi selamet eyle. Ve yaralı əsgərlərimiz, qazilərimiz vardı inşallah, onlara da tezliğinlə şəfa ver. Şeyh Hüseyin kardeşimizin, Şeyh Halid kardeşimizin, Zəmiyan vətən şehitlerimizin ruhları haqqında salam almışsın. Allahümme. Ayeti ki Xudavənd Mütəala buyurur: "Və la tahsabannellezine qutilu fi sabilillah amwata." Xudavənd Mütəala ki buyurur: Allah yolunda öldürülenleri öyle hesap eləmeyin. Şehadet ayəsində hamımız bilirsiniz. Diqqət edin kəlməyə: "Və la tahsabannellezine qutilu fi sabilillah." Qutilu fi sabilillah. O fi sabilillah var ha. Adətən bu ayə danışılanda bu söz, yəni bu qeyd, bu şərt unudulur. Deməli, o insan öyle hesab olunmur ki, o fi sabilillah öldürülsün. Qutilu fi sabilillah. Allah yolunda öldürülsün. Şərti var, Allah şərti burada aydındır. Qutilu fi sabilillah. Allah yolunda öldürülsün bu insan. Hədəf nə olsun, niyyət nə olsun? Allah yolun müdafiə eləmək. Allahın yolun müdafiə eləmək. Öldürülsə, qeydişi var, müfəssirlər buyururlar, bəzi müfəssirlər ki, burada fəqət döyüş meydanında ölməkdən söhbət gelmir. Bir insan Allah yolunda yaşayan, Allahın yolunda olan və Allahın yolunu hifz eləyən, qoruyub saxlayan, ki, çətin məsələdir indiki dövrdə, o insan da şəhiddir. Adi halda ölsə də şəhiddir o insan. Bu hədis İmam Sadiq Aleyhisselam'da vurur. İmam Sadiq'a vurur. Ahirət zamanda, yəni İmam-ı Zamanın qeybəti kübra dövründə, yəni indiki dövrdə təqvasını qoruyub saxlayan gənclərə, ağa gənc qeydin vurur. Bütün insanlara şahiddir təbii ki. Bir insan ahirət zamanda təqvasını qoruyub saxlayan qiyamət günündə İmamın sözüdür, yansız deyirəm. Salman Farsi yolların məqamına bir deyildir. Salman onların məqamına bir deyildir. Sual elədilər ağaya, məgər Salmandan adi insan üçün qeyri-məsumlara çıxmaq şərtilə Həzrəti Salmandan yüksək məqama çatmaq olar. Ağa buyurdu ki, Həzrəti yəni axirət zamanda olan fitnə fəsadı ki var. O fitnə fəsadda təqvanı qoruyub saxlamaq daha çətindir Peyğəmbərin dövründə təqvanı qoruyub saxlamaqda. Bir insanın məsuliyyəti nə qədər çoxalırsa, çətinlik nə qədər çoxalırsa, müsibət nə qədər çoxalırsa, insanın məqamı da o qədər çoxalır. Nə qədər rahatlıq varsa, o biraz mənəvi cəhətdən bizim zərərimizədir. Biz düzdür, əksinə fikirləşirik. Biz istəyir rahatlıq olsun, aramlıq olsun. Amma əslində ilahi sistemdə bu cürüdür. İlahi sistemdə bu cürüdür ki, bir insan istəyir yüksəlsin, məqamı böyüsün. Gərək özün versin çətinliklərə. Gərək özün versin müsibətə. Fitnə fəsadın içərisində özünü imtihan eləsin. Evdə oturub imanı saxlamağa nə var? Hünər budur insan meydanda olsun, imanını qoruyub saxlasın. Meydanda olsun, təqvasını qoruyub saxlasın. Hər adam işi deyil, evdə oturub imanı saxlamağı asandır, bilmirsən içəridə də var. Ağa buyurur, İmam Sadiq Aleyhisselam, Əmir Aleyhisselam'dan buyurur, xavafil əxlaq yəkşifuhəl muaşərah. O gizlin
əxlaqlarımızı insanlarla ünsiyyətdə olmaqla üzə çıxardıq. İnsan nə qədər ki, cəmiyyətlə ünsiyyətdə deyil, bilmir içində nə var. Bilmir. O qədər içərimizdə xislətlər var ki, biz onlardan xəbərdar deyilik. Haçan sorular ortaya? Cəmiyyətin içində olanda, insanlarla ünsiyyətdə olanda o üzə çıxır. Gərək o, mən içimdəki xislətləri üzə çıxarmaq üçün gərək insanlarla ünsiyyətdə olum. Bir dənə söz üzün mənə görün məndə nə təsir qoyacaq. Bir dənə hərəkət olsun mənə qarşı görün məndə nə təsir qoyacaq. Mən tez vəziyyətimi, halətimi değiştirəm ya yox. Ona görə belə bir cəmiyyətdə, belə bir zamanda, belə bir dövrdə, axirət zamanda imanı qorumaq, təqvanı qorumaq Allah yolu cihad eləməkdir. Allah yolunda vuruşmaqdır. Odur ki, Allah təbarəkə və təala bizə şəhid kimi yaşamağı, şəhid kimi iman, təqva sahibi olmağı, şəhid kimi təfəkkür sahibi olmağı və şəhid kimi dünyadan köçməyi bizə nisib eləsin inşallah. Allah təbarəkə və təala İmam Sadiq əleyhissalam ki, yenə də şəhadət günüydü dönəmləri. O da daxil olmaqla bütün İslam vətən şəhidlərimizi Muhammed və Ali Muhammedlə məhşur eləsin inşallah. Ruhlarını bizə duacı, müstəqbir qərar versin inşallah. Allah qəlblərimizin nuraniyyəti İmam-ı Zaman ağanın zuhurunda təcil edir. Bizləri ağanın həqiqi və liyaqətli xadimlərindən qərar versin. Ağanın qəlbi narahatdır. Bizə nisbət qəlbini razı və